Arzu yayında anasının canlı yayınlarında dalınca danışmasına əsəbləşib sözünü deyir. Mən həyatda nə ata sevgisi gördüm, nə ana sevgisi gördüm, nə də ailə içinə sığmadım. Bir insanı narkomanlıqdan düz yola qaytardım, heç bunu danışmırsınız. Mənim anama sözüm odur ki, heç kəsin arxasından danışma. Səni qızışdırıb üstümüzə salırlar. Heç kəsin səninlə işi yoxdur. Nə Mahir sənin qapına gəlməyəcək, nə də mən sənin qapına gəlməyəcəm. Mənim meyidimi görəcəksiniz ancaq. Çox məni qınayırsan, ay ana, mənim sayəmdə tanındın. Mənə görə də sənə hədiyyə atırlar, bunu bil. Mən ola bilər ki, səhv yoldayam, öz seçimimdir, istəyirəm, sevirəm. Heç kəs də bizi ayıra bilməz. Buyurun sözü gedən yayını izləyək. Kanala abunə olub videonu bəyənməyi unutmayaq. Mamanla küsülsən? Bəli, küsülüyəm anamla. Bəli, bəli. Sana teşekkür ederim hediyen için. Var olasın. Allah razı olsun. Bəli, ikinci əl geyimləri. Mahir atasının yanında oturub mən qorxmadım. Allah sizə xoşbəxt eləsin. Çox sağ ol. Ali cənab. Teşekkür ederim hədiyələr üçün. Allah kəsənizə bərəkət versin. Mutbir arzu. Boş verin. Qı kimi söyüş yazırsa öz səviyyəsini, öz yəsini göstərir. Qurban olaram sizə. Vallahi bilmirəm, sığınacaq da. Ali cənab, teşekkür ederim hediyen için. Allah kəsənə verəcək. İşləyirsən? Yox, işləmirəm. Damla xanım, xoş gəlmişsən. Salam bacı, axşamın xeyir olsun. Necəsən Arzu xanım? Yaxşıyam, siz necəsiz? Allah razı olsun. Sağ ol. Sizə qurban, sağ ol. Allah sizi xoşbəxt eləsin. Allah sizi bir-birinizə mehriban eləsin. Allah deyilənlərə çox da belə həmiyyət verməsiz, daha yaxşı olar, gözəl olar. Bəli, indi hər kəs deyir də, deyir özündən böyük. Valla özümdən böyük ola. Bəli, 19 var. Sizinlə tamamilə çox vurğunuyam. Sizinlə razıyam. Amma nə ola bir dəfə də yaxşılığımı deyil. Valla sevgi, mən heç birinci ağlımdan keçirmirdim sevgi. Sevgi belə də valla heç yaşa baxmır. Əlbəttə ki, elədir. Bir insanı narkomanlıqdan, bir insanı alkogolikdən, bir insanı qumarlıqdan çəkindirsən, nə yaxşı onu görmürsün. Nə yaxşı onu demişsiniz? Çox da yazılanlara belə əhəmiyyət vermə. Əksinə özü əsəbləşdirirsən də, yəni ki, elə şeylər yazıları oxuyursan, özü əsəbləşdirirsən. Vallahi pis yazanlar, Allah köməyinizdə olsun, amma onu bilin ki, sizin yaxınlarınız, sizin ailəniz, sizin hər şeyiniz, yəni o söyüşü sizin yaxınlarınız da görür. Kimdə o söyən? Kimdə o söyən? Söyüşünlər də nə qədər söyürlərsə, özləri evlərin içinə xəbərləri yəqin yoxdur ki, söyürlər, valla. Kimdə o söyən? O söyən kim idi? Söyən kim deyil? Boş ver, gözlərim yaşardı. Mənim gözlərim yaşardı, bəli. Mənlə söhbət eləməyən mənim direkt, mənlə söhbət eləmək istəyən mənim direktimə yazsın, cavab verəcəm, görüşmək istəyəndə 20 boyu yerdə görüşürəm. Mən həyatda ya ata sevgisi gördüm, ya ana sevgisi gördüm, ya ailə. Bir dəqiqə Mahirdə qurtdalama, söz danışıram. Hə, deyil, sözünü danış da sən. Ləğv edin var. Birincisi ana sevgisi görməmişəm 13 yaşımdan, əgər bu deyirsiniz da. İkincisi ata sevgisi görməmişəm. Üçüncüsü ailə olub ailə içinə sığmamışam. Başa düşürsən mən nə deyirəm sizi? İndi bir sevgin 19-35 yaş ola bilər. Vallahi 50 yaşından mənlə 25 yaşından oğlanla evlənir. Elə danışırsınız ki, həyatda heç kəs sığortalanmırdı. Heç kəs. Düzdür, əlbəttə ki. Ana deyirsiniz ki, falan əskəriyə gedəcək, getsin. Mən olğun bir qadınım, türkələr demişəm. O da getsin, həyatı başa düşsün. Ərkəsinin ürqədiklər, mən də ərkəsinin ürqəmişəm. Gedəcək əskəriyəcək, gedəcəm oturacam qohumların evində. Başım küçələsində qalmayacam ki. Amma mənim anama burada sözüm odur ki, ana,
heç kəsin arxasından danışma. Səni qızışdırıb salırlar. Biz səndən işim yoxdur. Ya Mahir də sənin qapına gəlməyəcək, ya mən sənin qapına gəlməyəcəm. Mən haçan valideyn olub valideynlərin içində oturub görmüşəm. Elə deyirsən yeni il. Yeni il mən üçün keçir. Mən səndən birbaşa oturub yeni il keçirməmişəm. Onun qapısında olmuşam, bunun qapısında olmuşam. Elə olubdu ki, sığınacaqda keçirmişəm. Amma sənin evində olmamışam. Bir dənə ana ata ola sevgisi sığınacaqda sizdən mən yeni il keçirməmişəm. Amma qaldı ki, mənim qızıllarımın pulunu deyilsənsə də özüm ödəyəcəm. Yeməyəcəm, içməyəcəm, qəpik-qəpik ödəyəcəm. 18-im mənim var. Amma onu bil ki, qızılımın pulunu halbuki sən evinə xərcləmişəm. Boynumun da borcu da eləmək. Çünki qoxunanı düzəlmişəm. Atam dərvazanı düzəlib, mən də sənin qoxunanı düzəlib. Amma haqqı deyirsən, haramın olsun. Vallahi bu olsun. Əgər eləmişəm, çıxmışsınız canlıda deyirsiniz ki, mən atam qayda deyir ki, Arzun elə şeylərini görmüşəm. Nə görmüsən həyata? Bəlkə evinə kişi saldığımı görmüsən? Həmişə ağlı, mən qonşular mənim başıma and edəcək. Nəyimi görmüsən? Sən bir valideyn olaraq məni, sən cəmaətin içinə dil ağız söz sayırsansa da, heç mənim sözüm yoxdur. Qoy kayıt geçsin, Mahir, qoy da işim yoxdur. Mən olsa deyiləcək sözümü. Zaten bir gün görəcəksiniz ki, mən özümü atmışım çölə. Mən özümü atmışam. Mənim meydimi görəcəksiniz də. Bunu demək istəyirəm sizə. Mənim meydimi görəcəksiniz. Amma halbuki sonra da Niyə çölə atırsan? Niyə özü şükür Allaha dağ kimi arxonda dayanan bir insan var en azından. çox məmnun insansan. Bugün kartlar atılır mənə. Görən nələr danışırsa. Mənim sayəmdə sənə hədiyyələr atılır. Mənim sayəmdə canlı atılır. Yoxsa indi kimi səni tanıtdırmırsan, kimsə mənim sayəmdə olur. Amma mənə görə də sənə hədiyyə atılır. Onu bil. Ayıbdır vallah. Vallah ayıbdır. Bir valideyn öz balasını, onda belə çıxır ki, mən sənin evladın deyiləm. Bir valideyn öz balasını, mən ola bilər ki, səhvlik eləyə bilərəm. Ola bilər ki, səhv yoldayım. Sən mənə dəstək verin. Seçimimdir, sevirəm. İstəyirəm, bunu da heç kəs bizi ayıra bilməz. Allah xoşbəxt eləsin. Allah axıracat eləsin inşallah. O qədər səhv edənlər, düz deyirsən. O qədər valla səhv edənlər var ki. Deyir damla, sən batırsan. Ay, sakit. Bu deyim bilsin də. Oxuyur da, damlanın özü oxuyur. Oxuya bilmədim. Papukaysan. Evlənə bilmirik. Valla zakısa gedirik. Zakız 36 manat istəyir. Dövlət usulü adam başı ərizə yazmaqda 20 manat, 20 manat, 100 manat pul istəyir. Ay Firuzə, mən də sən. Bax, burada söyüş yazırsınız. Utanmısınız bir xanıma gör nə deyirsiniz. Mən də səni. Nə? Gələrsən, verərəm. Narahat olma. Hayır, mən Başqa şey. Çox elə danışma. Qızı neynə? Siz olan baş qoşmayın da yazılanlara. Nə? Əksinə özünü valla əsəbləşdirirsiniz. Valla Allah. Direktimə yazarsam söhbət edəcəm səninlə. sənin 100 manatına ehtiyac yoxdur. Sən burada mənə hədiyyə açsın, o mənə bəs qəpik-qəpik yığıb gedib keçirlərəm. Damlanın 12 yaşı var, Allah canını sağ eləsin. O çıxır danışır, söyüşür. Artıq prosto mən danışıram, o qulaq asır. Bəli, mən niyə ki durum söyüşsüm, niyə ki nəyə görə təhqir edeyim? Sənin də yəni necə deyim, xoşbəxt olmaq üçün layiq olmalısan da yəni ki. Bir xoşbəxtliyə layiq görünürsən. İnşallah elə də olar. Hikmət usta, mən səni qoşaram. Çıxırsan burada söyüş söyəsən. Çox sağ ol, əmlak. Çox sağ ol, var olasınız. Hərəniz bir hədiyyə atsanız, valla o 100 manatı düzəltmək olur. Mən kart qoymuram, kart da istəmirəm. Xahiş edirəm sizdən artıq dərəcədə mahirə, afisiyant işi və ya da usta yanında işləmək çox xahiş edirəm. Ki, heç olmasa buna köməklik eləyin ki, bu geçsin işləsin, zakısımız kəsilsin. Çox xahiş edirəm. Xanım. Bax, qoşuram, sonra çıxıb söyəsiniz, bir şey eləyəsinizsə, bax, Allah'ın olsun ki, atacağım. Salam Damlabacım, burada necəsən? Yaxşıyam xanım, sən necəsən? Allah səni xoşbəxt eləsin. Kim nə deyir, veclə. İnşallah.
Yaxşı, bacım qurban. O yaşla söhbət getmir, insan ağlı var. Elə adam var 35 yaşı var, amma ağlı yoxdur, topuğundadır. Nə olur, gözə göçək oğlandı, gözə göçək qadınsan. Sən ona xoşbəxtçiliyə layiq qadınsan. Əziyyət çəkmiş qadınsan. Səni kimsə burada təhqir eləyər, getsin birincisi evindən bir soruşsun. Bu qadın nədir? Bax, Başlayırsan, ürəyim qurban. Bilirəm, ürəyim qurban, Damla, tanıyıram. Azdan çoxdan səni izləyirəm, görürəm. Ən azından əziyyət çəkmiş qadınsan. Heç kim sənin haqqında artıq əski yaza bilməz. Yazan yerdə də getsin birincisi öz evindən, öz nəslindən, kökündən maraqlansın, sonra gəlsin burada artıq əski yazsın. Ən azından Azərbaycan xanımısan, qadınsan. O söyüşü təhqiri yazanda valla özlərin fikirləşsinlər ki, o mən yazıramsa onlar da mənə qayıdıb nəsə deyəcək də yəni ən azından. Yazdım ki, mən niyə görə təhqir eləməliyim? Sən də qadınsan, mən də qadınam. Niyə görə təhqir eləməliyik ki? Allah həmd olsun. Çıxıb belə istəyirəm. Ona görə çox adamı misafirə qoşamam. Çıxırlar, deyir ki, yox, söyməyəcəm. Damla, bacın qurban, baş qoşma, heç kimlər verdin qalma. Bax, xanımın özünü gör nə yazır. Utanmırsan ay bacı. Utanmırsan, sənə bacı deyirəm o söyüşlərə. Sən baş qoşma, valla baş qoşma gələn. Heç kimə baş qoşma burada. Baş qoşduqdan, sən var, əsəbləşəcəksən, birin olar deyəcək, birin sən deyəcəksən, başlayacaqlar Salam, sən. axşamınız xeyir olsun. Necəsiz? Hər vaxtınız xeyir. Hər vaxtın sevmişsiniz. Bağışlayın, narahat edim sizi, üzr hesab edin. Belə, Allah sizi xoşbəxt eləsin, Allah sizə can sağlığı versin. Amin, amin, cümləmizə. Arzu xanım, bir vaxt deyirsiniz ki, Mahir işləsin də, yəni usta yanında, belə, yəni, məsələn, eşitdim də mən elə. Bəli, bəli. İşləyə bilər o məndən. Mahir, necəsən qardaşım? Sağ ol qardaşım, sən necəsən? Otur işləyir. Ya, sən belə qanırsan, qaqa. Hə. Mən də belə qanırım, onu görə deyirəm. Arasından qaqa. Belə mərkəzindən. Rayonun özündən. Belə Füzulda, nə prosto evim belə qandadır. Hə, və yəni rayonun özündə qalır. Ha, özümdə qarım. Sən hatər də qarsın belə qandır. İman verdilər. Ay, kənddə qarsan da sən. Hə. Ha, Beləqanın mərkəzi nə quruqdur, xəstəxana tərəfdir, avtosalxoz tərəfdir. Elə oradan kimi desəm adım mənim Sən nə tanıyırlar. istəyirsən ki? Mən santexnik işləyirəm qaqa. Santexnik yəni nətər, onu başa düşmürəm. Santexnik hamam montajdır, kombi montajdır, kotelni qazanxanadır, istipoldur, hamam nətər deyim belə yəni bütün aksiyonlarda da belə də yəni santexnikdə qaz çəkilişidir, hər şey. Hə. Hardadır iş qaqa? Mən indi bu dəqiqə Cəbrayıldayam qaqa. Hə. İnşallah Ağdama gedəcəm də 2-3 günə kimi. Yox, mən Bakıda istəyirəm qaqa iş. Nəyə görə, yəni vacibdir Bakıda işləməyin? Hə, mən burada qalacaq deyənə mən başqa yerdə gedib işləyəm mənəm. Yəni şərait yarada bilərəm də sənə 2 gündən bir gedib evə, 3 gündən bir gedib gəlməyə. Necə? Yox, o alınası bir şey deyil. Mən tək qoyamı da. Yox, mən yəni sizi yaxşı tanıyıram. Mən zarun verişində də sizi görmüşəm. Nə deyim belə, yəni ümumiyyətlə İlləməyə qaqa Allah köməyən olsun. Ağdamda yəni bu olub işləyənmərəm də yəni qaqa. İşləyərəm, işləməyə nə var ki? Ağır gündüz mənim üçün fərqi yoxdur. Prosto Bir şey ki, ot pres işləyən oğlandır, kənd oğlanıdır. Ona prosto bu məndən uzaqlaşa bilmir. Bakıda işimə biz Beləqana getməyəcək. Beləqana getsə bu pozulacaq. Ona görə biz Bakıda qalacaq. yox, bir söz deyil. Yəni Sumqayıtda işləyə bilərsən, qardaş, yaxşı. Hə, Sumqayıtda işləyir. Sumqayıt yaxındır, hə, işləyərəm. Yasamal tərəfdə qalır. İşləyir deyib, prosto bunu çıxartdılar işte. Nə işlə işləyirdin qaqa? Usta yanında Palçıq qatıb işləyirdim. Palçıq verir. zərbi. Sıvaq hörgü işlə işləyirdin. Hörgü yəni kafelzad yerə düzürdük də. Mən kameranı aça bilərəm, icazə verirsinizsə. Çox qaqa, narahat olma. Bir söz deyim də mən. Ben üzr hesab edin. Bu Sumqayıtda kimya sanayi farkı var. Bu Nasosun yolun üstündədir. Hə. Sabah vaxtın varsa
Aa, bu isə ağrım verişində işlədiyi ki bu. Hə. Ha. O heç sən heç demirəm. Yaxınlaş sonra qaqa. Ha. Dünən deyərsən ki, orada Hikmət Usta demişdi. Orada işlər var, yəni mənim bu dəqiqə getməli işlərim var. Mən gedə bilmirəm bu dəqiqə ora. Yəni bizim uşaqlar orada işləyir. Bunlar yaxşı adamdır. Bunlar pis deyirlər orada. Yəni bunlar kim istəyir özlərinə görə. Yəni hərənin öz işi var, hərənin öz şəxsiyyəti var. O bir xanım var ya, Arzu. Orada bir dənə Ceyran xanım vardı, Ceyran açıq taxa. Hə, gəlibdi. Ha, oyunu hara getdi o xanım? Gəlibdi. Buradadır, buradadır. Qızla deyirdi. Ha, canlıdadır. Yox, Ya, verişdədir yanım heç. Ha, verişdə. Yola gedə bilirsiniz onunla. Mən işi yoxdur. Allah xeyir duasını Gül verir. xanım var idi, Mahir. Gül xanım var idi, bu Xoşqədəm xanımla verişdən çıxırdı Gül xanım bayramla. Qardaş belə qanlandı. Ha. Allah. Gülxanım çıxır Zara. Yox. Yox, Zara çıxanları tanıyıram, mən başqasını tanımıram. Bu Arabiyaya çıxıbdı. Nigar Fərhadın verişinə çıxdı. Bəlkə bunu tanıyasın. O dəli xanımla Allah, o 2 dəqiqədən bir ürəyə gedir o. Elə bir ki, bunun ürəyi plastik zaxtı 2 dəqiqədən bir ürəyə gedir adamın. Xoşqədə getmirəm. Kimi Ben deyirsən? söhbət Sizdən deyirəm, xanım, Gül xanım vardı, Gül xanım. O heç, mən o qədər əməliyyatlardan keçirmişəm, o sinirdən çox vaxt mən ürək getməm olubdu vaxtilə, beynimdə də travma var yəni. Kimsə məni Yox, arayır. mən sizə demirəm, xanım. Gül xanım vardı, Gül xanım. O Xoşqədəm xanım verişindəydi. 2 dəqiqədən bir onun ürəyə gedirdi. Hə, onu düz deyirsən. Ya onu deyim, o sonra getdi deyəsən, Mırtdaşma da. Mırtdaşanda bilirsən ki, mən də belə eləyəcəm. Niyə hörmətsiz ki, sizi qardaşım? Mən səninlə mırtdaşıram. Gülay bu. Mən uşaq deyiləm, mənim 19 yaşım var. Mən bilmirəm kimlə danışanda nə tər danışmaq lazımdır. Bacım qurban, Allah sizi xoşbəxt eləsin, qoşa yarayazı baş qoşma. Valla boş ver geçsin. Geçsin birinci sözlerine baksın, sonra gəlib burada kimsələri təhqir eləsinlər. Nə olsun ki 19 yaşı var, 19 yaşı var deyin, başa düşmədim, ürəyindəki arzuyu çatmamalıdır. 19 yaşı var, oğlu yaşındadır. Nəyə oğlu yaşındadır ki, nə olub ki ona? Bu insanların ağzına bax, ağzındakı çıxartdığı kəlməni bilmirlər. Bilmirik kimin əvvəli, kimin axırısın, başınıza nələr gələcəyini, nə olacaq. Onu oturub fikirləşmirsiniz. Valla. Nə bilim, mən yenə də deyirəm, kim iş varsa işdə müraciət eləsin. Kimə düşdü? Bu mən kəfdir, Allah kiməndir. Nemət. Mamaya salam de məndən. Yaxşı qaqa, mamaya məndən salam de. Sakit dur. Kim söz söysə, atvetin qaytaracağam. Kim söz söysə, baxmayacağam canlıda kim var, kim yox. Kim desə, kim söz söysə, kim mənə söz söysə, ondan betəri söz söyləyəcəm. Bax bu canlıda, bu platformada. Uğraş yığına uğraş. Özlərinə hörmət eləmirlər, giriflər ağzına gələni yazırlar. Məhət, dur, boşqa götürürəm. Deyən görməyəsən də boşqaf vaxtıdır. Dur, boş-boşma yürüyəm, boş-boş. Salam. Salam. Mami, Gülay, salam. Mami. Ay Gülay. Allah, çox iyiymişəm Allah. Mən kimə pislik eləmişəm. Mami, yaxşı. Sağ olun qardaşlar, canını bağlayıram.
Özünüzə yaxşı baxın. Xanım çox sağ olun. Arzu, bacım qurban, mənə direktə yazarsan. Yaxşı. Mən sənə dostluq atdım, direktə yazarsan. Yaxşı yazar, narahat olun. Oldu. Allah'a emanet, özünüzə müğayət olun. Baş qoşma, qaqam. Valla baş Sağ qoşma. ol. Sağ ol, sağ ol.